Hər kəsə salam əziz tələbələr. Bu günləri sizlərlə informatikanın 3-cü mövzusu olan texniki təminat mövzusunu keçmiş olacaq. Bəs bu texniki təminat bölməsində nələri özündə birləşdirir? Onlara baxaq ilk olaraq. İlk hesablama maşınlarının yaranması, ilk kompüterlər necə yaranıb, hansı kompüterlər olmuşdur? Elektron hesablama maşınları dediyim kimi hansı kompüter olmuşdur? Nəsillərə bölünməsi, fərdi kompüterlərin texniki təminatı, həmçinin də yaddaş qrupları haqqında keçmiş olacaq. Biz indi belə mövzuları keçirik. Deyə bilərsiniz ki, ümumiləşmə aparsam, yəni informatikada biz kompüterdən istifadə edirik də. Bəs bu kompüter necə yaranıb? Necə oldu ki, kompüter yarandı, hər gün kompüter işlədirik, işlək vəziyyətə gəldi, çıxdı. Ta əvvəllər kompüter necə yaranıb? Ona baxmış olacaq. İlk dərsimizdə qeyd etmişdik ki, informatika 3 bölmədən ibarətdir. Hardware, brainware və software. Fikir verirsinizsə, biz hal-hazırda texniki təminat, yəni proqram olan bölməsini, hardware bölməsini keçmiş olacaq. Hardware bölməsi nədir? Ümumiyyətlə, kompüterlərin yaranma tarixi hansı dövrə təsadüf edir? Qeyd etsək, İlk proqram ilə idarə olunan kompüterin yarandığı dövrə təsadüf etmiş olacaqdır. O da təqribən 1946-cı ilə təsadüf edir. Düzdür, kompüterin yaranması ilə bağlı fərziyyələr çoxdur. Yəni, ilk proqramla işləyən kompüteri, yəni proqram ilə işləyən kompüterin yarandığı Charles Babbage'a aid edilir. Daha sonra bu proqramlar quruldu, kompüter quruldu. Bəs bu kompüter qurulandan sonra müəyyən prinsip əsasında işləməlidir. Həmin prinsip isə bizdə Neyman prinsip əsasında işləmiş olacaqdır bütün kompüterlər. Yəni, bu da ki, bir sıra alimlər tədqiqat aparmışdı, olsun. Adından da göründüyü kimi John von Neumann'dır, Claudius və Berins tərəfindən tədqiqatlar aparılmışdır və burada Neumann'ın adını, Neumann'ın prinsipini vermişdilər. İlk kompüter hansı kompüter olmuşdur? Qeyd etdim. ENIAC kompüterləri olmuşdur. ENIAC kompüterləri dediyim kimi burada da şəkil olaraq da qeyd etmişdi. Hardasa ilk kompüterlər ölçü olaraq daha böyük idi. Bir otaq boydaydı, deyə bilərik. 28 tona yaxın idi və 140 kilovata qədər də enerji sərf edirdi. Təbii ki, hal-hazırki dövrümüzdə fikir veririksə, mini kompüterlərə kimi də kompüterlərin ölçüsü gəlib çıxıb. Yəni, ölçü getdikcə kiçilmişdir, belə qeyd edirik. Daha sonra isə bu kompüterlər yarandı. Və dedim ki, ilk elektron hesablama maşını da ENIAC maşını olmuşdur. Bəs bu kompüterlər yarandı və müəyyən mexanizm əsasında işləməyə başlayırdı və təbii ki, ilk kompüter yarandan sonra digər kompüterlər, növləri, nəsilləri və digər prosedurlar da belə deyək, yaranmağa başlamışdı. Kompüter yaranandan sonra, yəni onlar müəyyən səciyyələrinə görə xarakteristika olunurdular. Təbii ki, elektron hesablama maşınları yarandı. Qeyd edim ki, məsəl üçün ilk maşınlar, kompüterlər yarandı. Bəs kompüter nə üçün yaranmışdı? Və biz burada qeyd edirik ki, hesablama maşını olsun, elektron hesablama maşını olsun. Əvvəllər kompüterlərdə indiki hal-hazırki dövr üçün bilirik ki, kompüterlər bir sıra xüsusiyyətə malikdir. Əvvəllər sadəcə hesablamalar aparmaq üçün istifadə edilirdi və təbii ki, kompüter yaranmamışdan əvvəlki dövrdə hesablama aparmaq üçün insan öz barmaqlarından istifadə edirdilər. Daha sonra informasiya daşıyıcısı olaraq da perfokartdan, perfolentdən, daha sonra kağız təkmilləşdikdən sonra, dövr təkmilləşdikdən sonra kağız və yaxud da digər yaddaş qurğularından istifadə edilməyə başlanılmışdı. Ki, biraz araşdırma aparmışsınızsa və məlumatınız varsa, əvvəllər yenə dediyim kimi informasiya daşıyıcısı kimi lövhələrdən, gil lövhələrdən istifadə edilirdi. İndi gəlirik nəyə? Elektron hesablama maşınları qeyd etdik. Elektron hesablama maşınlarını element bazalarına görə nəsillərə bölürlər. İndi baxırıq, hansı nəsillərimiz var? Birinci nəsil. Dediyim kimi, element bazasına görə 5 nəslə bölünür. Birinci nəsil bu şəkildə
qurulmuş olur. Element bazası elektron lampalardan ibarətdir. Birinci nəslin yaranma dövrü hardasa baxırıq 1946-1955-ci illəri əhatə etmiş olur. Element bazası dedim elektron lampalardan ibarətdir. Birinci şəklə baxırıq ki, burada lampalar təsnif edilmişdir. Təbii ki, qeyd etdiyim kimi kompüter dedim ki, ilk yarandığı dövrdə ölçü daha böyük olurdu. Burada da ölçü böyük olacaq, yaddaşı kiçik olacaq və getdikcə inkişaf edir. Bilirik ki, nəsillər artdıqca və aşağı hesablama qabiliyyətinə malik olacaq. Yaddaş qurğusu olaraq perfokartdan, perfolentdən, yəni xarici yaddaş qurğusu olaraq perfokart və perfolentdən istifadə edilir. İnformasiya ikili kodlar şəklində də, yəni 0 və 1-lər şəklində emal edilmiş olur. Bu dövrdə, yəni birinci nəsildə simvol tipli informasiyalardan istifadə edilməsi, yəni emal edilməsi çətin idi ki, yeni yaranmışdı. Yalnız sadəcə riyazi hesablamaları aparmış olurdu və saniyədə 10 minə yaxın əməliyyatı yerinə yetirmiş olurdu. Daha sonra gəlir növbəti nəsil, fikir verirsə, növbəti nəslin yaranma dövrü 1955-1965-ci illəri əhatə etmişdir və ikinci nəslin element bazası olaraq yarımkeçirici diodlar, tranzistorlardan istifadə edilir. Burada yaddaş qurğusu olaraq, xarici yaddaş qurğusu olaraq maqnit lenti, yəni streamerdən istifadə edilirdi və burada şəkildə də göstərilmişdir. İlk dəfə olaraq alqoritmdən istifadə edilməyə başlanılmışdı. İkinci nəsildə mətn tipli informasiyalar artıq emal edilməyə başlanılmışdı. Alqoritmik dildən dedim istifadə edilirdi. Artıq burada saniyədə 100 minə yaxın simvol, yəni əməliyyat yerinə yetirilmiş olurdu və ikinci nəsildə artıq əsas qurğular ilə xarici qurğular birlikdə istifadə edilməyə başlanılmışdı. Növbəti gəlir üçüncü nəsil. Üçüncü nəsil artıq fikir veririksə 1965-ə kimi ikinci nəsil idi. 1965 və 1980-ci illər artıq üçüncü nəsli əhatə etmiş olur. Burada da element bazası olaraq integral sxemlərdən istifadə edilirdi. İntegral sxemlərdən qurulmuşdu element bazası olaraq və burada da integral sxemin şəkli göstərilmişdir. Daha sonra artıq burada üçüncü nəsildə qeyd etdiyim kimi mikroelektronika da gedir element bazası olaraq. Mikroelektronika və integral sxemlərdən istifadə edilirdi. Yaddaş qurğusu olaraq maqnit diski idi. Daha sonra gəlir burada qurğuların paralel şəkildə işlənilməsi. Bayaqları qeyd etdim ki, ikinci nəsildə xarici qurğular ilə əsas qurğular birlikdə istifadə edilməyə başlanılmışdı. İndi də onların istifadəsi daha da təkmilləşdirilmişdi. Əlavə qurğuları qoşmaqla kompüterin imkanlarını artırmaq olurdu. Yəni asinxron dəyişdirilə bilən qurğularla istifadə edilməyə başlanılmışdı. Sonra təbii ki, nəsil dəyişdikcə dediyim kimi getdikcə ölçülər kiçilməyə başlanılmışdı. İlk dəfə olaraq əməliyyat sistemindən üçüncü nəsildə istifadə edilmişdi və monitor və klaviaturadan da istifadə olunmuşdu. Burada dedik ki, həmçinin üçüncü nəsildə bir saniyədə artıq 10 milyona yaxın əməliyyatlar icra etmiş olurdu. Əməliyyat sistemindən istifadə edilməyə başlanmışdı və eyni zamanda bir neçə proqram ilə işlənilməyə imkan vermiş olurdu üçüncü nəsil. Üçüncü nəsildə artıq multiproqram rejimindən istifadə edilməyə başlanmışdı. Gəlir növbəti nəsil, dördüncü nəsil. Fikir verirsə artıq dördüncü nəsil 1981 və bu günümüzün kompüterləridir. Element bazası olaraq böyük və yaxud da çox böyük integral sxemlərdən istifadə edilirdi. Təbii ki, bunların ölçüləri, qabarit ölçüləri getdikcə kiçilməyə başlanmışdı. Çünki otaq boydaydı ilk kompüterlər. Getdikcə hal-hazırda günümüzün kompüterlərinə çevrilmişdi. İlk dəfə olaraq bu nəsildə fərdi kompüterlərdən istifadə edilməyə başlanılmışdı. Daha sonra əməli yaddaş və daimi yaddaş istifadə edilmişdi. Xarici yaddaş qurğusu, maqnit diski və optik disklər, ölçülərinə görə isə mikrokompüterlər adlanmış olur. Yəni artıq qabarit ölçüləri kiçilmişdir. Növbəti bizdə əslində 5-ci nəsil. 5-ci nəsildə elə bizim bugünün və gələcəyin kompüterləridir. Süni intellektin inkişafına aid etmək olar.
Daha sonra gəlir arxitektura və struktur anlayışları. Bunu mən sizə dərsdə də qeyd etmişdim. Kompüterin strukturu anlayışı var, bir də kompüterin arxitekturası anlayışı var və bunlar bir-birlərindən necə fərqlənir və yaxud da yaddaşda necə saxlaya bilərsiniz bunları. Kompüterin strukturu dedikdə onun tərkibi nəzərdə tutulur. Burada konkret tərkibini fikir verirsə və onlar arasındakı əlaqələri təyin edir. Qısa və konkret. Kompüterin tərkibi nə idi? Qurğular, bloklar, qovşaqlar və onlar arasındakı əlaqələri öyrənir. Arxitektura isə əlaqələrin hansı qaydalar ilə öyrənməsini təyin edir. Fikir verirsə, kompüterin tərkib hissələrinin hansı qaydalar ilə qarşılıqlı əlaqələndiyini təyin etmiş olur. Daha sonra gəlir Neyman arxitekturası. Neyman arxitekturası nə idi? Dedik ki, elektron hesablama maşınları yarandı və bir prinsip əsasında işləyirdi. Neyman prinsipi əsasında işləmiş olurdu. Neyman arxitekturasının əsas prinsiplərinə nələr aiddir? Dedik ki, kompüter var. Təbii ki, kompüteri idarə etmək üçün bizim üçün proqram lazımdır. Kompüter nə idi? Proqram ilə idarə olunan avtomat idi. Yəni, kompüterin işləməsi üçün proqram lazımdır ki, bilirik ki, kompüter ilk dövriyyəyə çıxanda da, yəni ilk dəfə istehsal olunanda da onun idarə edilməsi üçün tərkibində proqram olur. Dərsdə də qeyd etmişdik, BIOS və post proqramları olur ki, kompüter idarə edilsin. Daha sonra isə növbəti proqramlar yüklənir, işlək vəziyyətə gətirilmiş olur. Kompüter proqram ilə idarə olunan avtomat idi. Kompüterlərin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterlərin işlərini idarə edir, digər tərəfdən isə qoyulmuş məsələni həll edir. Bu nədir? Proqram bir tərəfdən kompüterin işini idarə edir. Dediyimiz kimi, proqram var ki, digər proqramları qoşuruq və işimizi görmüş oluruq və kompüterin işini idarə etmiş oluruq. Digər tərəfdən də qoyduğumuz məsələni həll etmiş oluruq. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Yaddaş bir ölçülüdür və xətlidir. Bu sözləri də yadımızda saxlayırıq. Həmin yaddaşda müəyyən üsul ilə kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılmış olur. Bunu da bu şəkildə yadda saxlamış oluruq. Daha sonra növbəti xassiyyətə gəlir. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur ki, bilirik ki, müəyyən əməliyyatlar aparılır, verilən nə idi, əmr nə idi? Bu anlayışlar bizə artıq məlumdur. Əmr nə idi? Komanda verirdi. Verilənlər də ki, istifadə edilən məlumatlar idi, datalar idi. Bunlar arasında heç bir aşkar şəkildə fərq yox idi. Yəni, əmrlərə də verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparmaq olar. Yəni, verilənlər üzərində bir sıra əməliyyatlar aparırdıq. Verilən, istənilən məlumat ola bilər kompüterdə. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Məsəl üçün, maşın sözündəki bitlər yığının hər hansısa bir ədəd və yaxud da simvol sətir olmasını proqram müəyyən etmiş olur. Yəni, artıq proqramla idarə edildiyi üçün kompüter, Neyman arxitekturasının prinsipinə əsasən verilənlərin təyin edilməsi də burada aparat səviyyəsində yox, proqram səviyyəsində aparılmış olur. Dedik ki, kompüterin ümumi strukturu, ümumi hissəsinə mərkəzi hissə və periferik hissə aid edilir. Həmin bu kompüterin mərkəzi hissəsi ilə periferik hissələri bir-birlərindən sistem interfeysi vasitəsilə əlaqələnmiş olur. Deməli, mərkəzi hissələrə nələr aiddir? Mikroprosesor və daxili yaddaş qurğuları və mikroprosesor da öz-özlüyündə bölünür. İdarəetmə qurğuları, hesabı məntiqi qurğuları, daxili yaddaş qurğuları da bölünür. Əməli yaddaş və daimi yaddaşa. Daha sonra gəlirdi, dediyimiz kimi, mərkəzi hissə, periferik hissə. Digər hissə gəlir, köməkçi hissə. Periferik hissələrə də aiddir xarici yaddaş qurğuları, xarici etmə, daxil etmə qurğuları, həmçinin də idarə etmə pultu aid edilir. Bunlar haqqında indi geniş şəkildə məlumat vermiş olacaq. Daha sonra gəlir burada mikroprosesor haqqında, elə mərkəzi hissə haqqında bir-bir məlumat verməyə çalışırıq. Mikroprosesor nədir? Mikroprosesorun əsas xarakteristikaları nələrdən ibarətdir? Ümumiyyətlə, mikroprosesor qeyd etdi ki, burada informasiyalar ikili kodlar şəklində emal edilmiş olur. Yəni, kompüterin beyni desək yeridir mikroprosesor. Burada kompüterdə bütün kodlaşdırma işlərini yerinə yetirmiş olacaq və qeyd etdik ki, mikroprosesor özü iki hissədən ibarət idi. Hesabi məntiqi qurğusu və idarə etmə qurğuları.
Deməli dedik ki, mikroprosessor verilənlər, əmrlər idarə qurğusu tərəfindən alınacaqdır. Daha sonra isə şərh olunur, yəni analiz edilir. Bundan sonra isə hesabi məntiqi qurğusuna göndərilir. Və informasiya deyəcəksiniz ki, harda emal olunur? İnformasiya deməli registr yaddaşda emal edilmiş olacaqdır. Dedik ki, ikili kodlar şəklində olur, yəni 0 və 1-lər şəklində informasiya emal edilmiş olacaqdır. Daha sonra isə dedik ki, mikroprosessorun əsas xarakteristikaları vardır. Bunlardan biri də takt tezliyidir. Takt tezliyidir, belə deyək. Mikroprosessorun sürəti takt tezliyi ilə ölçülmüş olur və burada 1 saniyədəki, belə deyək də, yerinə yetirdiyi əməliyyatların sayını təyin etmiş olur və hertz ilə işarə edilmiş olur. Daha sonra mikroprosessorun hansı deməli əsas xarakteristikaları var? Deməli, mikroprosessorun takt tezliyini qeyd etdik. Mikroprosessorun mərtəbəliliyi anlayışı var. Bir takt ərzində və yaxud da vahid zaman ərzində emal edilən informasiya bitlərin sayını müəyyən etmiş olur. Daha sonra gəlir əmrlər toplusu var, daxili keş yaddaşın tutumu və işçi gərginliyi anlayışları vardır. Gəlir daxili keş yaddaşın tutumu anlayışı var ki, bu birinci səviyyəli keş yaddaşı idi. Bəs işçi gərginliyi nə idi? Takt tezliyinin gərginliyi, takt tezliyinin belə deyək də, bir takt ərzində, yox, mən bircə dəqiqə nəyə qeyd etdik? İşçi gərginliyi qeyd etdik. Takt tezliyinin prosessora verdiyi gərginlik, yəni ana platanı təmin etdiyi gərginlik bizdə işçi gərginliyi olmuş olacaq. Daha sonra gəlir növbəti hissə bizdə əmrlər toplusu. Əmrlər toplusu isə prosessorun yerinə yetirilə bildiyi bütün əməliyyatlar bura aid edilə biləcəkdir. Yəni mikroprosessorun əsas xarakteristikası əsas olaraq tezliyidir, mərtəbəliyidir, gərginliyi və əmrlər toplusu götürülmüş olur. Yəni digərləri də əslində saniyədədir, onu təmin edən gərginliyidir. Bu şəkildə yadda saxlaya bilərsiniz. Daha sonra gəlir kompüterin əsas xarakteristikaları. Kompüterin əsas xarakteristikaları nələr ola bilər? Kompüter aldıq, kompüterə bizə əsas funksiya olaraq nəyi lazımdır? İşləmə sürəti lazımdır, yaddaş tutumunu öyrənirik ki, yaddaşı daha yaxşı olsun, hesablamaları daha dəqiq aparsın, daha məhsuldar olsun ki, hal-hazırki dövrümüz üçün. Sonra əmrlər sistemidir, bizim üçün lazım olandır, etibarlılığıdır təbii ki, bir də qiymətini aid edirik ki, bizə uyğun olmuş olsun. Deməli, elektron hesablama maşınlarını işləmə prinsiplərinə görə, element bazalarına görə təyin etmiş olduq. Təyinatı və qabarit ölçüləri var. Təyinatı deməli qeyd edəcəyik elektron hesablama maşınlarına və qabarit ölçülərinə görə də hansı hissələrə bölünür, onları da qeyd etmiş olacaq. Gəlir qabarit ölçülərinə görə kompüterlərin sinifləri. Deməli, qabarit ölçülərinə görə kompüterlərin siniflərinə baxırıq. Çox böyük kompüterlər, deməli, superkompüterlər də gedir. Böyük kompüterlər, mainframelər. Daha sonra baxırıq nəyə? Orta kompüterlər, kiçik kompüterlər və yaxud da mini kompüterlər və bir də gəlir mikrokompüterlər, yəni fərdi kompüterlərə bölünmüş olacaqdır. Sonra fərdi kompüterlər qeyd etdik, fərdi kompüterlər, yəni mikrokompüterlər. Fərdi kompüterlər özləri də bölünür, yəni təsnif edilir. Hal-hazırki dövrümüzdə istifadə edilən əslində kompüterlərdir ki, bunları da bölürük. Yəni planşetlərdir, palmitonlardır, sonra stolüstü kompüterlərdir, evdə istifadə olunan yığcam portativ kompüterlər var, cip kompüterləri də var burada, barabanlardır, subnotebooklardır, palmitonlar fərdi kompüterlərin təsnifatlarına aid edilə biləcək. Yəni stolüstü kompüterlər hal-hazırda bu kompüterlərin əsas tərkib hissələrindən biridir. Ayrı formada yerləşir. Bilirik, sistem bloku, klaviatura və monitor bir-birlərindən ayrı formada olur. Və yaxud da məsəl üçün notebooklardır ki, bir bitişik formada yerləşirdi. Stolüstü kompüterlərdən fərqli olaraq gözümüzdə canlandıra bilərik. Daşına bilən olur,
cip kompüterlərdir, işlərimizi, planşetlərdir, kompüterlərin də rahat formasıdır ki, əlimizdə rahat şəkildə daşıya bilirik. Deməli, gəldik növbəti əsas hissələrdən birinə. Fərdi kompüterlərin texniki təminatı. Fərdi kompüterin texniki təminatına ilk olaraq gəlirik ki, burada 3 əsas tərkib hissədən ibarətdir. Gəlirik sistem bloku, monitor və klaviatura. Sistem bloku nədir? Sistem bloku, burada da şəklini də göstərmişik. İlk olaraq hamının proses olaraq tanıdığı və yaxud da sistem bloku olaraq da qeyd edirlər. Kompüterin əsas, yəni işləməsi üçün vacib olan qurğulardan biridir. Sistem blokunun daxilində və xaricində yerləşən, deməli, qurğular vardır. Ümumiyyətlə biz sistem blokunun xaricində yerləşən, məsəl üçün, qurğuları bilirik. Hansılardır? Sistem blokunu yandırdıq, yəni power düyməsidir, daha sonra reset düyməsidir, sonra disk qurğularıdır, diski içəri taxmaq üçün düymələrdən istifadə edirik. Və yaxud da sistem blokunu kompüterə və yaxud da digər qurğular ilə əlaqələndirmək üçün burada portlardan istifadə edilmiş olur. Bəs gəldik daxilinə. Bu sistem blokunun daxilində hansı qurğular yerləşir? Baxırıq, qida bloku, anakart, sərt disk və disk sürücüsü yerləşmiş olur. İndi gəlirik bir-bir həmin bu qurğular haqqında məlumat verməyə. Birinci gəlir qida bloku. Qida bloku ilə bu birinci şəklə baxırıq. Bu birinci şəkildə yerləşən element bizdə qida bloku olmuş olacaqdır. Bəs deyəcəksiniz ki, qida bloku nədir? Kompüterin qurğularına enerji verir və onu qidalandıran qurğu ilə bizdə qida bloku olmuş olacaqdır. Yəni, fikir verə bilərsiniz ki, kompüterlə hər zaman işlədiyiniz zaman kompüterin arxa hissəsindən çoxlu səs-küy gəlir. Həmin o səs-küyü yaradanda elə qida bloku olacaqdır. Qida blokunun əsas vəzifəsi dəyişən cəryanı sabit cəryana çevirməkdir. Yəni, biz belə deyək də, bizə rozetlərdən gələn cəryan olacaq bizdə dəyişən cəryandır. Amma kompüter bizdə sabit cəryan ilə işləmiş olur. Ona görə də deməli biz burada qida bloku dəyişən cəryanı sabit cəryana çevirmiş olacaqdır. Təbii ki, bizdə məsəl üçün dediyim kimi sabit cəryan dedim, dəyişən cəryan dedim. Bunlar məsəl üçün cəryanlar eyni olmasa, fərqli olsa, bu da qurğuların tez sıradan çıxmasına səbəb olacaqdır. Yəni, enerji olaraq enerji dəyişikliyi baş vermiş olacaq. Enerjilər eyni olmalıdır ki, qurğular da burada rahat işini görmüş olsun. Buna görə də dediyim kimi sabit cəryanı dəyişən cəryanı sabit cəryana çevirmiş olur həmin bu qida bloku. Daha sonra gəlir bizdə anakart. Anakart haqqında geniş şəkildə izah edəcəm, burada yerləşir. Digərləri haqqında məlumat verək. Sonra gəlir növbəti hissə bizdə sərt disk hissəsi gəlir. İkinci şəklə baxırıq ki, burada sərt disk yerləşmiş olur. Yəni, bayaqlar göstərdiyim qida blokunun yanında sərt disk yerləşmiş olur. Sərt disk nədir bəs? İnformasiyaları uzun müddət yaddaşda saxlamaq üçün sərt disklərdən istifadə edilir. Yəni, sərt diski belə daha sizə aydın şəkildə desək, kompüterimizdəki bütün şəkillərimiz, videolarımızdır, hər birini biz sərt diskdə yaddaşda saxlamış oluruq. Deməli, fikir veririksə, burada şəklinə də sərt disk bizdə qat-qat şəkildə maqnit disklərdən ibarətdir. Yəni, üst-üstə bir neçə fikir verirsinizdə disklər yığılıb. O da qat şəkildə bizdə disklərdən ibarət olmuş olacaqdır. Yəni, burada informasiyaların oxunması üçün üzərində fikir verirsinizsə, oxuyucu iynə vardır və informasiyalar da rahat şəkildə oxumuş olur. Növbəti hissə gəlir bizdə disk sürücüləri. Disk sürücüləri nədir bəs? Burada da şəkilə baxırıq, aşağıdakı şəkilə. Elə gördüyümüz kimi kompüterə daxil etdiyimiz CD-dir, DVD-lərdir, onların oxunmasıdır, işlənilməsidir, informasiyanın yazılmasını
təmin etmiş olur. Burada da fikir verilirsə, device reader diskdən məlumat oxuyan və məlumatı yazan qurğu olmuş olacaq. Növbəti hissə orada anakart qeyd etmişdim. Bəs bu anakart nədir? Burada da qeyd etdiyim kimi kompüterin əsas qurğularını öz üzərində saxlayır və onlar arasındakı informasiya mübadiləsinə həyata keçirmiş olur. İndi fikir veririksə, yəni kompüterdə anakartsız işləyə bilməz. Anakart olmalıdır ki, kompüter işləsin. İndi fikir veririksə, burada nələri qeyd edəcəyik? Deməli, gəlirəm. Buradan baxırıq ki, öz üzərində hansı qurğuları birləşdirmiş olur. Mikroprosesordur. Mikroprosesor nə idi bizdə? Mikroprosesor bizdə CPU idi deməli. Bayaqları qeyd etmişdik və özü haqqında da məlumat vermişdik. Hardasa burada yerləşir mikroprosesor. Deməli, CPU-nu burada yerləşdirmiş oluruq. Burada deməli bütün qurğular yerləşmiş olur ki, onlar haqqında da məlumat vermiş oluruq. Daha sonra əməli yaddaş gəlir. Əməli yaddaş nə idi bizdə? RAM idi. Hardasa bu buradadır. Bu da bizdə əməli yaddaşdır. Əməli yaddaş nədir? Mikroprosesor haqqında məlumat vermişdik. Əməli yaddaş dedik ki, aktiv proqramları yaddaşda saxlayan daxili yaddaş qurğusudur. Yəni, əgər biz məsəl üçün belə deyək də, fikir vermişiksə, kompüterdə eyni anda bir neçə proqrama qoşula bilərik, funksiyanı yerinə yetirə bilərik. Həmin o proqramlar əməli yaddaşda saxlanılmış olur. Enerji kəsildiyi zaman isə hər biri yaddaşdan getmiş olacaq. Yəni, enerjidən asılı deyildir. Buna görə də belə deyək, RAM-a müvəqqəti yaddaş və yaxud da operativ yaddaş da deyilir. Daha sonra nəyi qeyd edirik? Bu oldu bizdə əməli yaddaş. Növbəti hissə gəlir bizdə keş yaddaş. Bəs keş yaddaş nədir? Keş yaddaş dedik ki, biz bilirik ki, RAM-la CPU, mikroprosesor haqqında məlumat vermişəm. RAM-la deməli mikroprosesor daimi olaraq informasiya mübadiləsində olur və qeyd etdim ki, mikroprosesor kompüterin beyni hesab edilir. Buna görə də beyni hesab edildiyi üçün məntiq yürüdə bilərik ki, mikroprosesor sürətli işləyir. Yəni, burada mikroprosesorun sürətli işlədiyini qeyd etdiyimiz üçün informasiya mübadiləsində, informasiya alış-verişlərində olduğu üçün, yəni əməli yaddaş daha zəifdir də. Əməli yaddaşı mikroprosesora çatmağı üçün keş yaddaş yaradılır. Yəni, informasiya mübadiləsini artırmaq üçün keş yaddaşdan istifadə edilir. Yəni, bu da sürətin artmasına kömək etmiş olur. Keş yaddaşın 2 səviyyəsi var. Birinci səviyyədə sürət çox olur, yaddaş az olur. İkinci səviyyədə isə yaddaş çox olub, sürət az olmuş olur. Deməli, RAM haqqında da məlumat verdiyimizə görə, indi keçirik ROM-a. ROM nədir bəs? RAM-ı demişkən, daimi yaddaş qurğusu ROM-dur. ROM deməli, həm daimi, həmçinin də daxili yaddaş qurğusudur. Enerjidən asılı deyildir. Yəni, enerji kəsildikdə də yaddaşdakı olan məlumatlar qalmış olacaq, heç nə silinmir. Daxilində BIOS və POS proqramlarını saxlamış olurdu. Bunlar nə deməkdir deyəcəksiniz? BIOS nədir? BIOS əsas giriş baza sistemləridir. Yəni, kompüter ilk yarandığına, ilk istehsal olunduğunda daxilində sadəcə bir kompüterdə proqram olur ki, o da BIOS proqramı olur. BIOS proqramı nədir? Bunu yaxşı yadımızda saxlayırıq. Əməliyyat sistemini xarici yaddaş qurğusu olan sərt diskdən götürür, daxili yaddaş qurğusu, yəni əməli yaddaş qurğusu olan RAM-a yükləmiş olur. Həmin bu proses bizdə nə adlanacaq? Bu proses bizdə deməli bot prosesi adlanmış olacaqdır. Bəs post nə idi? Post burada var. Yəni, belə deyim də, ümumiyyətlə, RAM özündə BIOS və POST konfiqurasiyalarını saxlamış olurdu. POST-dakı anakart üzərindəki olan bəzi vacib qurğuları yoxlamış olur. Qurğularda hər hansısa bir problem olduğu zaman bip səsi gedir və bu zaman problemləri ortadan qaldırmış oluruq. Yəni, problemi bildiyimiz üçün artıq həmin üzərdə inkişaf etdirmiş oluruq, düzəltməyə çalışırıq, belə qeyd edək. Bu da oldu deməli ROM bizdə. Sonrakı hissə gəlir GMEOS. GMEOS nədir bəs? Burada şəklində göstərə bilərik. Tam burada yerləşir.
GMOS nə idi? Tarix, vaxt konfiqurasiyalarının idarə edilməsi, yəni saatdır, tarixdir, BIOS konfiqurasiyalarını yaddaşda saxlayan daxili yaddaş qurğusu idi. Yəni fikir vermisinizsə, biz kompüteri söndürdükdə də nə vaxt yandırsaq elə eyni vaxt göstərəcək. Mən durub indi kompüteri də açsam, saat indi neçədirsə, həmin saatı göstərmiş olacaqdır. Bu GMOS sayəsindədir. Nəyə görə? GMOS enerjidən asılı deyil, öz batareya yaddaşından asılıdır. Yəni özünün xüsusi bir batareyası var. Həmin yəni batareya vasitəsilə GMOS özünü enerji ilə təmin etmiş olur. Həmin batareya çıxarılarsa, tarix və saatdır sıfırlanacaq və kompüterin sıfır, yəni sıfır zavoddan çıxdığı vaxtı göstərmiş olacaqdır. Daha sonra, yəni BIOS elə bil ki, susma halına görə ilkin versiyasına, ilkin vəziyyətinə dönmüş olacaqdır. Növbəti hissə nə gəlir bizdə? Şinlər. Şin nədir bəs? Prosesor ilə yaddaş arasında olsun, giriş-çıxış qurğularının idarə etmə sxemləri arasında olsun, siqnalların ötürülməsini təmin edən naqillər yığınından ibarətdir. Yəni, ümumiyyətlə deyək, qurğuları əlaqələndirilən naqillər yığınından ibarətdir. Bir qurğunu digər qurğuya qoşarkən naqillərdən istifadə edirik. Həmin naqillərin yığını bizdə şin adlanmış olur. Sonra gəlir bizdə kontroller. Kontroller nədir? Adından da göründüyü kimi kontrol edir. Kontroller xarici qurğularının işlərini idarə edir. Xarici qurğuların işlərini idarə edən nə oldu? Kontroller olmuş oldu. Növbəti hissə slotlar gəlir. Slot nədir bəs? Slotlar deməli əlavə plataları kompüterlərə qoşmaq üçün, daha doğrusu anakarta qoşmaq üçün, elə kompüterə də deyə bilərik, anakarta qoşmaq üçün istifadə edilirdi. Məsəl üçün, burada oyun konsolları olsun, başqa oyunlar olsun, oyun kasetlərini daxil etmək üçün də istifadə etmək olar. Burada məsəl üçün slotlara misal olaraq deməyim, elə slotun şəkli, bunlar ilə bizdə slotlar olmuş olur. Slotlar haqqında da məlumat verdik. Növbəti hissə nə gəlir bizdə? Chipsetlər. Chipsetlər də adından da göründüyü kimi, düzdür adı ilə əlaqəsi yoxdur. Chipsetlər ümumiyyətlə informasiya axınlarına, informasiyanın gedişatına nəzarət etmiş olurlar və iki yerə bölünürlər. Şimal chipsetlər var və cənub chipsetlər var. Şimal chipsetlərdə belə deyim, burada elə bil ki, informasiyada ağır informasiyalar üzərində işləmiş olurlar. Yəni RAM-dır, CPU-dur, yəni daha köklü proqramlar üzərində işləmiş olurlar. Hardasa bu şəkildə olur. Belə bir şeydir. Şimal və cənub chipsetlərə də bölünmüş olur. Bu şəkildə hansıları dedik birləşdirir? Deməli, dedim ki, RAM-dır, GPU-dur, sonra məsəl üçün AGP deyə bir qurğular vardır ki, deməli chipsetlər hansı chipsetlər idi? Şimal chipsetlər, buradan məsəl üçün Nord və buradan da bu şəkildə qeyd edirəm. Deməli, həmin nələr əlaqələndirirsə də, əlaqələndirdiyi, məsəl üçün bu USB ilə daha məsəl üçün zəifdir də, USB-dir, BIOS-dur, əlavə qurğular, konfiqurasiyalarla əlaqələnmiş olacaqdır. Daha sonra chipsetlər haqqında məlumat verdik. Takt impulsları generatorudur. Bu generatordur. Enerji sərfiyyatında rol oynamış olur. Növbəti hissə portlardır. Portlar nədir? Xarici qurğuları kompüterlərə qoşmaq üçün istifadə edilirdi. Günümüzdə məsəl üçün hansı qurğuları kompüterə qoşuruq? USB-dir, yəni ən belə primitiv misal olaraq. Sonra başqa hansı portlar var? Bunu gələcək dərslərdə keçəcəyik. LPT-dir, COM-dur. Bu kimi portları deməli kompüterlərə qoşmaq üçün istifadə edilmiş olur. Sonra var idi bizdə videokart var idi. Videokart nə idi bəs? Adından da göründüyü kimi görüntünü müxtəlif qurğulara ötürən qurğu idi. Yəni, ya informasiyanı həm kompüterə daxil edirdi, həmçinin də kompüterdən xaric etmiş olurdu. Digərləri də səs kartı da, şəbəkə kartı da eyni prinsip əsasında işləmiş olurdu. Necə? Bilirik ki, ümumiyyətlə görüntümüz kameradan videokart sayəsində kompüterə daxil olur.
Artıq monitordan isə videokart sayəsində görüntümüz xaric olmuş olacaqdır. Videokart daimi olaraq işləyir bilirik də, yəni monitor dedim, söhbət, yəni kompüterlə işləyirəmsə, monitor daimi olaraq işlək vəziyyətdə olmuş olur. Təbii ki, bu qədər müddət işləyirsə, qızmış olur. Buna görə də ona soyuducu sistem lazım olur. Həmin sistem isə, yəni özünü soyutmuş olur. Cooler adlanan, deməli, cihazı vardır ki, həmin onu soyutmuş olacaqdır. Həmçinin videokart dediyim kimi çevirici qurğulardır. İnformasiyaları rəqəmsala, analoq informasiyaları rəqəmsala, rəqəmsalı isə analoqa çevirmiş olacaqdır. Daha sonra burada məsəl üçün bu deməli videokart haqqında məlumat vermiş oldum. Bu arada burada məncə var idi driver haqqında da məlumat verəcəm. Deməli, mən bayaqları portları ilə saymışkən, burada portları da qeyd etmişəm. Hansı portlar var idi? Dedim, gələcək dərslərdə də keçəcəyik. Burada fikir verirsə, LPT-dir, COM-dur, USB-dir, PS2-dir, VGA, DV, HDMI kimi portlarımız vardır. Və portların şəkillərini də burada geniş şəkildə göstərmişik. Daha sonra klaviatura haqqında hələ ki məlumat verməmişik. Videokart haqqında məlumat verdik. Növbəti hissə gəlir bizdə səs kartı. Bəs səs kartı nədir? Səs kartı da səsi müxtəlif qurğular vasitəsilə ötürən qurğular idi. Bayaqları videokartda qeyd etdiyimiz kimi bu da informasiyanı, səsi həm kompüterə daxil etmiş olacaq, həm də xaric etmiş olacaqdır. Yəni mikrofon vasitəsilə, mikrofon bilirik ki, daxil etmə qurğusudur. Mikrofon vasitəsilə səsimiz kompüterə daxil olmuş olacaqdır. Yəni, mikrofondan daxil olunur səs kartı vasitəsilə və səs ucaldan vasitəsilə də, səs ucaldandan səs kartı vasitəsilə də məlumat, səs deməli, xaric olmuş olacaqdır. Səs kartıda Səs kartının da mikroprosesoru vardır. Qeyd etdiyim kimi, səs kartı da video kart kimi çevirici qurğudur. Analoqa rəqəmsala, rəqəmsalı isə analoqa çevirmiş olacaq. Növbəti hissə gəlir bizdə şəbəkə kartı. Şəbəkənin kompüterə giriş və çıxışını təyin etmiş olur. Yəni, biz kompüterdə internet vasitəsilə işləyirik. Məsəl üçün, bir yoldaşımızla yazışırıq. Bu zaman məlumatı yazırıq, göndəririk. Bu şəbəkə kartı vasitəsilə digər şəxsə gedib çatır və o da yazır, göndərir bizə. Şəbəkə kartı vasitəsilə yenidən bizə gəlib məlumat çatmış olacaqdır. Yəni, burada da internet kompüterimizə şəbəkə kartı vasitəsilə həm daxil olacaq, həm də xaric olmuş olacaqdır. Yəni, yenə də informasiya kompüterə daxil edilir, həmçinin də xaric edilmiş olacaqdır. Bu da şəbəkə kartı haqqında məlumat verdik. Bunlar nə idi bizdə? Anakart üzərində yerləşən qurğular idi. Bu qurğular olmadan kompüter işləyə bilməz. Portlar haqqında da məlumat verdim. Bu indiyə kimi bu danışdıqlarımız nə idi bizdə? Dedik ki, kompüterdə 3 əsas tərkib hissəsi var idi. Sistem bloku, monitor və klaviatura idi. Sistem bloku haqqında məlumat verdik. İndi növbəti hissə gəlir bizdə klaviatura bölməsi. Ümumiyyətlə, klaviatura nədir? Özündə nələri cəmləyir? Klaviaturanın hansı düymələri var? Bu kimi deməli funksiyaları özündə birləşdirmiş olacaqdır. Ümumiyyətlə, məlumatların kompüterə daxil edilməsi üçün istifadə edilən qurğu nə idi bizdə? Klaviatura idi. Klaviatura belə deyə bilərik ki, bir sıra funksiyaları özündə cəmləmiş olur. Yəni, adından da göründüyü kimi həmçinin klaviatura daxil etmə qurğusuydu. Burada məsəl üçün özünün bir neçə növləri vardır. Yəni üzərində bir neçə düymə klaviatura kombinasiyalarını birləşdirmiş olur. Həmçində klaviaturanın dediyim kimi bir neçə növləri vardır ki, daşına bilən mini klaviaturalardan da istifadə edilmiş olur. İndi baxıram klaviaturanın burada haqqında danışma olacağıq. Kiçik deməli olsun, orta
hərf və rəqəm kombinasiyaları ilə işləmək üçün belə deyək də hissədən ibarət olur. Burada funksional düymələrimiz var. F1-dən F12-yə kimi funksionallar düymələrdən istifadə edilir. Daha sonra baxırıq. Funksional düymələrin hər biri məsəl üçün müəyyən funksiyanı predmenti yerinə yetirmiş olur. Hərf və rəqəmləri qeyd etdik, yəni bizə lazım olan. Əlavə olaraq məsəl üçün simvol düymələrimiz var, əlavə düymələrimiz var ki, burada bəzi kombinasiyaları istifadə edirik. Sonra rəqəm klaviaturası qeyd etmişik. Burada xüsusi düymələri olur. Kursoru idarə edən düymələr var. Yuxarı, aşağı, sola, sağa bu kimi düymələrimiz var və funksional düymələrimiz var. Funksional düymələr bəs nə işə yarayırdı? F1, F2, F3 bu kimi düymələrimiz var. F1 nə idi? Köməkçi pəncərəni açırdı bizim üçün. F2 faylın adını dəyişirdi. F3 axtarış pəncərəsini açırdı. F4 alt F4 kombinasiyası şəklindədir. Axtarış pəncərəsini bağlayırdı, cari pəncərəni bağlayırdı. F5 isə aktiv pəncərəni yeniləmək üçün istifadə edilirdi. Əlavə olaraq klaviatura üzərində yerləşən düymələr vardır. Məsəl üçün, əsas idarə etmə düyməsi bilirik ki, kontrol düyməsidir. Sonra məlumatı daxil etmək üçün Enter düyməsindən istifadə edilir. Boşluqlar qoymaq üçün Spacebar düyməsindən istifadə edilir. Sözlər arası boşluqlar Tab düyməsi vasitəsilə qoyurduq. Sonra Backspace və Delete düymələri var idi. Backspace düyməsi bir simvol sola silmək üçün, Delete düyməsi əksinə bir simvol sağa silmək üçün istifadə edilirdi. Sonra rejimdən çıxmaq üçün indi keçəcəyik biz. PowerPoint olsun, başqa rejim olsun. Rejimdən çıxmaq üçün ESC düyməsindən istifadə edilir. Baş hərf, böyük hərflərlə yazmaq üçün Caps Lock düyməsindən istifadə etmiş olur. Daha sonra nə var idi bizdə? Tab deməli tabülyasiyalar, boşluqlar arası qoymaq üçün düymə idi. Bir də Win düyməsi var ki, Start düyməsini, həmin bu Start menüsünü açmaq üçün istifadə edilmiş olur. Məncə bir çox funksiya və düymələr haqqında da məlumat vermiş oldum. Növbəti hissə bizdə gəlir monitor. Ümumiyyətlə bu hissələrə biz burada həmçinin mən burada fərdi kompüterlərin əsas tərkib hissələrini qeyd edirik. Həmçinin bilirik ki, ümumiyyətlə periferiya qurğuları haqqında məlumat verəndə də qeyd edəcəm ki, ümumiyyətlə kompüterlərdə dedik ki, əsas qurğular var, əlavə qurğular var. Yəni kompüterlərin işlərini idarə etmək üçün, daha da təkmilləşdirmək üçün periferiya qurğularından istifadə edilirdi. Bunun üçün də yəni biz dediyimiz kimi əlavə qurğulardan istifadə etmiş oluruq. Kompüterdə giriş qurğuları olurdu, çıxış qurğuları olurdu dediyimiz kimi. Ümumiyyətlə giriş qurğuları bayaqdan mən nəyi saydım? Mən klaviaturanı daxil etdim. Klaviatura bizdə nə idi? Klaviatura bizdə giriş qurğuları idi. Daha sonra bizdə çıxış qurğuları var ki, onlar haqqında da məlumat vermiş oluruq. Mən nə haqqında məlumat vermişəm? Sistem bloku haqqında məlumat vermişəm. İndi gəldim, növbəti hissə klaviatura haqqında məlumat verdi. Klaviatura bizdə daxil etmə qurğusu olmuş olacaq. İndi gəlirik monitor. Monitor nədir bizdə? Monitor bizdə çıxış qurğusu olmuş olacaqdır. Monitora, ümumiyyətlə monitor nədir? Kompüterin daxilindəki olan məlumatı bizə mətndir, cədvəldir, qrafikidir, şəkildir, yəni vizual formada əks etdirən çıxış qurğusu olmuş olacaqdır. Monitorda deməli əsas xüsusiyyətləri nədir? Daha sonra baxırıq elə burada bu hissədə bitmiş olacaqdır. Monitorda deməli
Özü nədir nöqtələrdə? Bizə məsəl üçün məlumat açırıq kompüterdə, monitorda belə deyək. Məlumat bizə çatmış olur. Məlumatda indi belə daha yaxından baxanda ekranda görürük ki, üfüqi və şaqili nöqtələr, kiçik-kiçik piksellər olur. Həmin bu piksellər birləşir ümumi qrafikanı, indi qrafikanı keçəndə keçəcəyik. Ümumi qrafikanı yaratmış olur, bir şəkli yaratmış olur. Kiçik-kiçik, deməli dediyim kimi piksellərdən ibarət olmuş olur. Monitorun ayırd etməsi olaraq isə biz deməli PPI-dən istifadə etmiş oluruq. Sonra burada gəlirik. Bəs monitorun əsas parametrləri nədir? Əsas xüsusiyyətləri nədir? Onları qeyd edək. Burada nəyə qeyd etmişik? Aha, hansı növləri var? Monitorun növləri var. Monitorun hansı növləri var? Deməli, elektron şüa borulu monitor var. Maye kristallı var. Daha sonra LED plazma var. LED plazma olaraq da deməli dediyim kimi bölünmüş olur. Bunlar ayrı-ayrı düşüb. Deməli LED plazma olaraq da qruplara bölünmüş olur. Bəs monitorun əsas xarakteristikaları nədir? Əsas xüsusiyyətləri nədir? Baxırıq ki, burada qeyd etmişik. Matrisin tipidir, müşahidə bucağıdır, pikselin qiymətidir, tezlikləridir, təzadlıq bucağıdır, diaqonalların ölçüsüdür, müşahidə bucağıdır. Deməli, bu da monitorun əsas xüsusiyyətlərinə aid edilmiş olacaqdır. Biz deməli bu dərsdə ilk hesablama maşınları, onların yaradılması, fərdi kompüterlərin texniki təminatı idi. Daha sonra və kompüterin əsas tərkib hissələrindən bu başlanğıc hissə olan sistem bloku, monitor və klaviatura mövzularına toxunmuş olduq. Gələn dərslərdə yaddaş qurğusu və xarici yaddaş qurğusu haqqında da məlumat almış olacağıq.